İndi isə keçək ikinci alətə, hansı ki bu alət barəsində əvvəlki videolarda qısa olaraq danışmışıq. Bugünkü mövzumuza uyğun olaraq datanın təmizlənməsi, məlumatların formatlaşdırılması mövzusuna uyğun olaraq ikinci alətimiz Flashfill əməliyyatıdır. Flashfill əməliyyatı dediyimiz kimi data tabının Data Tools bölməsində yerləşir. Gördüyünüz kimi buradadır. Lakin indi onu biz onun barəsində qısa bir məlumat verək. Bu alət ilk baxışda sadə görünür, amma çox güclüdür. Çünki Excel sənin verdiyin nümunəyə baxıb yazı məntiqini özü başa düşməyə çalışır. Flashfill barəsində daha bir məlumat da verim ki, burada bir məqamı unutmaq lazım deyil ki, Flashfill nəticə yaradır, amma formula yaratmır. Yəni mənbə məlumat sonradan dəyişərsə, Flashfill nəticəsi avtomatik dəyişmir, yenilənməyəcək. Bu çox vacib bir fərqdir. Deməli, Flashfill sürətini təmizləmə və ya formatlaşdırma üçündür, lakin dinamik həll yolu deyil. Yəni belə deyək ki, əgər biz geniş bir data, böyük bir data üzərində işləyiriksə, mən şəxsən özüm deyək ki, Flashfill yox, onun əvəzində məsələn formula vaxt aparsa da, qısa bir vaxt aparsa da formula ilə həmin məlumatları əldə etməyə çalışıram. İndi isə Flashfill əməliyyatı üzərində bir neçə nümunəni göstərmək. İlk olaraq biraz bu yeni əldə etdiyimiz sütunları manual olaraq kiçildək. Bir şey də deyim ki, Flashfill əməliyyatını etmək üçün siz cədvəldə və yaxud da əldə edəcəyiniz məlumat toplusuna bitişik sütunda etməlisiniz. Məsəl üçün bu arada bir sütun boşluq qoyub burada etsəniz, o məlumat sizə Flashfill-dən həyata keçirmək mümkün olmayacaq. Lakin burada bitişik bir məlumata və yaxud da cədvələ bitişik bir sütunda etsəniz, sağı solu fərqi yoxdur. Tutaq ki, A-da deyil, cədvəlimiz B-dən başlayır. A boşdursa, buradan etsəniz, misal üçün belə deyəyim, buradan da bu boş sütundan da və yaxud da xanlarda etməyiniz mümkündür. İndi isə ilk olaraq nümunədən başlayaq. Misal üçün biz istəyirik ki, product name produktda adların ilk sözünü götürsün. Bizim üçün bu lazımdır ki, ilk sütuna green qeyd edirik və Enter'i toxunuruq. Enter'i toxunub, misal üçün Ctrl-E də basa bilərik və yaxud da burada Flashfill alətinə toxunaraq da həll edə bilərik. Gördüyünüz kimi, product name-nin ilk boşluğa qədər olan hissəsini, yəni ilk sözünü götürür və bizə nümunə olaraq verir. Və yaxud da biz istəyirik ki, bizə gördüyümüz kimi produktların sonunda hansı ki ölçü vahidi var. Gəlin biz bunu yoxlayalım, görəyim bizə nə verəcək. ML Ctrl-E gördüyünüz kimi bu bizə həmin məhsulun hansı ölçü vahidi və yaxud da hansı paketləmə üsulu ilə olunduğunu bizə və yaxud da hansı qramarda olduğunu bizə ayrıca sütun olaraq verilir. Bu bir növ məlumatların ayrılması üçün istifadə olunur. İndi isə biz belə bir şey edə bilərik ki, misal üçün istəyirik ki, biz hansısa bir məlumatları, fərqli sütunlarda olan məlumatları birləşdirək. Deyək ki, biz istəyirik burada, bunu istəyirsiniz burada saxlayıb keçək custom cədvəlinə. Digər cədvəldən fərqli olaraq bu cədvəldə biz məlumatları ayırmayaq, məlumatları birləşdirək. Deyək ki, biz qeyd etmək istəyirik ki, hansısa bir əlavə bir sütunda məlumat xarakterli, mətn xarakterli bir məlumat əldə edək. Misal üçün qeyd edək, C001 müştərisi Abşeron regionu Baku şəhərində yaşayır. Ctrl-E vasitəsilə toxunub və yaxud da Flashfill xüsusiyyətinə toxunaraq məlumatlarımıza baxa bilərik. Gördüyünüz kimi məlumatlarımız bizim yazdığımız mətnin məntiqini Excel özü başa düşüb, Flashfill vasitəsilə məlumatları olduğu kimi məntiqə uyğun olaraq bizə vermiş olur. C002, deyək ki, C002, C003 və yaxud da C005 və yaxud da Gəncə Daşkəsən regionu Gəncə şəhərində yaşayır.